Azərbaycanda iki fəsil yoxa çıxır. Gündəm xəbər nefrində 22 aprel tarixli və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, son illərdə Azərbaycanda yaz və payız fəslinin sıradan çıxması, havanın bir qayda olaraq soyuq və ya isti keçməsi halları müşahidə olunur. Hazırda aprel ayı olmasına baxmayaraq paytaxt Bakıda intensiv yağışlar, dolu regionlarda isə qar yağır. Bəli, Gündəm xəbər qlobal info aza istinadən xəbər verir ki, ekspertlər qlobal istiləşmənin Azərbaycandan da yan keçmədiyini bildirirlər. Bundan sonra mart və aprel aylarında analoji yağıntıların müşahidə olunacağı ehtimal edilir. Rusiya Elmlər Akademiyasının Pushchino Elmi Bioloji Tədqiqatlar Mərkəzinin aparıcı elmi işçisi və iqlimşünas və biofizik Aleksey Karnaxov bildirib ki, iqlim dəyişikliyi ilə bağlı maraqlı bir versiya var. O daha çox qlobal istiləşmə yaxın gələcəkdə dünyanın bir sıra regionlarında əbədi qar dönəminə başlada bilər fikrini səsləndirir. Yəni gələcəkdə xüsusilə Rusiyanın Avropa hissəsində qarın əriməməsi gözlənilir. Ölkənin bu hissəsində may və aprel ayları artıq qış ayları hesab oluna bilər. 2026-cı ilin qışı normaldan daha soyuq olub. -30 dərəcə qeyri-adi halda. Qlobal istiləşmə Avropada, ümumiyyətlə Rusiyanın Avropa hissəsinə, Şimali Amerikada və Şimali Atlantika bölgəsində yeni buz dövrünə də səbəb ola bilər. İqlimşünas prosesin dünyanın müxtəlif regionlarında yaşanacağına proqnozlaşdırılıb ki, qeyd edək ki, Azərbaycanda da eyni şəkildə vəziyyət davam eləməkdədir.